Hər vaxtınız xeyir olsun. Şəhla, səni eşitməkdə biraz çətinlik çəksəm də, ümumilikdə bugünkü ümumi icbal barədə danışacağım. Həm də sabah gündəlikdə nələr var, daha çox buna fokuslanacağım. Bəli, artıq siz elə verilişinizin lap əvvəlindən də, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya lideri Vladimir Putin arasındakı görüşlə bağlı detallara toxundunuz. Bugün Azərbaycanın təbii ki, mövqeyi bəllidir. Müəyyən tələblər var idi ki, onlara əməl olunmalıdır. Ancaq ondan sonra Azərbaycan və Rusiya münasibətləri yeni bir müstəviyə keçə bilər. Yəni, münasibətlərdə yumşalma müşahidə oluna bilər. Həmin o tələblər də az öncə elə liderlərin səsləndirdiyi istiqamətlər üzrə idi. Yəni, təzminatın ödənilməsi, həmin o şəxslərin, günahkarların cəzalandırılması, Azərbaycandan bütün bu proseslərlə bağlı üzrxahlıq edilməsi və məsuliyyətin Rusiya tərəfində olduğunun etirafı. Bu məsələlər, bu 4 istiqamət elə bugün Düşənbədə öz həlini tapmış oldu. Düzdür, bu ilkin mərhələdir. Hələ ki, bu proseslərin biz icrasını da görməliyik. Amma ən azından Rusiya prezidenti tərəfindən belə bir etiraf olundu, belə bir fikir səsləndirildi ki, bu məsələni nəzarətdə saxlayacaqlar və görüşə də bu məsələ ilə başlaması, buna dair Azərbaycan liderinə təklif etməsi ki, gəlin elə Azalın təyyarəsinin qəzaya uğramasından başlayaq. Bu da onu göstərir ki, Rusiya da Azərbaycanla əlaqələrini düzəltmək istəyir. Bu dönəmdə biz kifayət qədər gərgin proseslərin yaşandığını gördük və elə şəxslər var idi ki, birbaşa bu proseslərdə müxtəlif şərhlər verirdilər. İctimai, siyasi xadimlər var idi. Rusiyada Salavyov kimi, Zatulin kimi davamlı anti-Azərbaycan mövqeyindən çıxış edən həmin şəxslərin əksinə olaraq bu dəfə biz Düşənbədə Rusiya prezidenti Vladimir Putindən tamamilə fərqli fikirlər eşitdik. Təbii ki, detallar da bəllidir ki, təyyarənin qəzaya uğramasının səbəbi Rusiya tərəfindən atılan atəş olub, amma birbaşa həmin təyyarəyə yox, Ukrayna puallarına atəş açmışıq, deyir Rusiya prezidenti və qəlpələri də Azərbaycan təyyarəsinə dəyib. Bilirəm ki, bu barədə çox danışacaqsınız. Bu məsələni təbii ki, kənara qoyuram və MDB dövlət başçılarının növbəti gününə fokuslansam, bir sıra liderlər bir araya gələcəklər. Geri gəlmişkən elə bu dəqiqələrdə Azərbaycan prezidenti də təşkil olunan rəsmi Şam yeməyində iştirak edir. MDB liderləri ilə həm də qeyri-rəsmi formada müzakirə aparmaq imkanı yaranır ki, bəlli məsələdir ki, axşam saatları da artıq siyasi gərgin proseslərin danışıldığı zaman yekunlaşıb. İndi daha rahat atmosferdə, yəni Şam yeməyində liderlərin danışmaq imkanı var, həm söhbətləşmək imkanı var və Azərbaycan prezidenti ilə yanaşı Ermənistanın baş naziri Nikol Paşinyanın da MDB dövlət başçılarının tədbirində iştirak edəcəyini vurğulamaq istəyirəm ki, növbəti gün sammitdə hətta bəzi sənədlərə də imza atılacaq. Liderlərin qlobal təhlükəsizlik, regional təhlükəsizlik müstəvisində müzakirələr aparacağı bəllidir. Qabaqcadan proqram da açıqlanıb. Bununla yanaşı Azərbaycanın MDB tərkibində daha çox enerji və iqtisadi ticari aspektdən müzakirələrə qoşulduğunu da bilirik. Bu baxımdan Mərkəzi Asiya ölkələrinin də MDB daxilində olduğunu diqqətə saxlasaq, orta dəhlizin əhəmiyyətinin hər zaman vurğulandığını da deməliyik. Böyük ehtimalla elə Düşənbədə də buna dair mesajlar veriləcək. Bilirəm ki, zamanımız məhduddur, mövzu da çoxdur. Bu səbəbdən sözü ötürürəm xəbər mərkəzinə. Şəhla, hazırda burada atmosfer, siyasi atmosfer yumşaqdır, xoşdur. Ən azından Azərbaycan və Rusiya arasında bu yumşalmadan sonra bunu daha yaxşı hiss etmək mümkündür. Diqqət isə növbəti gün keçiriləcək tədbirə yönəlib və biz elə növbəti gündə həmin o informasiyaları tamaşaçılarımızın diqqətinə çatdıracağıq.